Xəzər dənizi okeana çıxışı olmayan ən böyük su hövzəsidir. Əslində dünyanın ən böyük gölüdür. Dəniz adlandırılmasının səbəbi isə ölçüsünün böyük olması, duzluluq səviyyəsi, dalğalar, cəryanlardır. Xəzər dənizi şimaldan cənuba təxminən 1200 kilometr uzanır. Onun səthi 386.400 kvadrat kilometr ərazini əhatə edir. Bu, Yaponiya kimi böyük ölkələrdən də böyükdür. Orta dərinliyi təxminən 207 metr, lakin cənub hissəsində ən dərin nöqtə olan Lənkəran çökəkliyinin dərinliyi 1025 metrə çatır. Xəzərdə təxminən 78.200 kub kilometr su var. Bu da dünya səthindəki şirin su hövzələrinin 1/3-ə bərabərdir. Xəzərin səthi dəniz səviyyəsindən təxminən 27 metr aşağıda yerləşir. Xəzər duzludur, səbəbi isə dənizə və okeana çıxışı olmamasıdır. Burada 150-dən çox balıq növü yaşayır və onların çoxu yalnız Xəzərə məxsusdur. Dünya üzrə nərə balığının əsas hissəsi də məhz buradan çıxır. Xəzər dənizində əsasən yosunlar və su bitkiləri yayılıb. Burada təxminən 450-500 növ bitki qeydə alınıb. Xəzər hövzəsi ümumilikdə 10-32 milyard barel aralığında kəşf olunmuş neft ehtiyatına malikdir. Bəzi ekspertlərin hesablamasına görə, regionda mümkün ehtiyatlar 233 milyard barelə qədər ola bilər. Təxminən 4,8 trilyon kubmetr böyük qaz ehtiyatları da Xəzər regionunda mövcuddur. Bu nəhəng dəniz 5 ölkə ilə həmsərhəddir. Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran. Xəzər dənizinin quruluşu olduqca qədimdir. Onun alt hissəsi təxminən 541 milyon il əvvəl yer tarixinin çox erkən dövrlərində yaranmış suxurlardan ibarətdir. Bu dəniz milyonlarla il ərzində okeanlarla əlaqəni itirib və yenidən bərpa edib. Təxminən 14 milyon il əvvəl ərazidə Atlantik və Qara dənizlə birləşməsi olub, amma sonra əlaqələr qopub və Xəzər bugünə qədər qapalı su hövzəsi kimi qalmışdır.